Nə deyirdi? Deyirdi ki, müsahibənin ikinci turu müəllimlər vakansiyanın özünə aid olur hər zaman, özü ilə də əlaqəli olur. Vakansiya əgər varsa ki, mən inanıram ki, Bakı üzərindən vakansiya olacaq, olmama ehtimalı məncə yoxdur. İkinci turda da artıq vakansiyaları yəqin ki, var. Yaxın günlərdə edə bilərlər. Amma dəqiq bir məlumatım olmadığını da bildirirəm sizə. Ola bilər. Niyə? Çünki mən yenə də deyirəm ki, 2023-cü ilin imtahanına istinadən mən bunu deyə bilərəm. Çünki birinci turdan sonra ikinci turu çox, 40 gün ərzində, 40 gündən də daha tez, 1 ay ərzində ikinci turu açmışdılar. Ona görə bunu belə deyə bilərik. Amma dəqiq bir məlumat yoxdur ki, hə, filan tarixdə, filan həftədə və ya filan həftə sonra ikinci turu açacaqlar. Amma mən sizə tək tövsiyəm o ola bilər ki, hazırlıqlı formada dayansanız sizin xeyrinizədir, nəinki ziyanınız ola bilər, xeyrinizədir. Yəni hazırlıqlı formada tam şəkildə müsahibənizi hazırlanın, çünki rəqibləriniz çoxdur, rəqibləriniz çox güclüdür. Yəni bir dənə balaca bir nüansla kəsilən müdavimlər var, kəsilən müəllimlər var. Ona görə çalışın, ki, o balaca nüansı da komissiya üzvlərinə verməyəsiz. Aha, 10 dəqiqə tamam oldu. Mən 1-2 dənə söz danışmaq istəyirəm ki, mənə, şəxsidə də çox yazan olub bu barədə. İstəyirəm sizə də açıqlamasını verim. Əziz müəllimlər, bu il belə deyək, keçən il belə bir hadisə yox idi, amma bu il qarşımıza çıxardıblar ki, magistratura oxuyan müəllimlər, məsəl üçün gedirsiniz ha ki, sizdən diplomunuzu tələb edirlər də, elə deyil. Diplomunuzu tələb edən zaman diplomunuzun surətini verirlər və surəti verən zaman, aaa, diplomumuzun surətini verən zaman soruşublar bir müdavimimizdən ki, bir müəlliməmizdən soruşublar ki, bəs nəyə görə diplomunuzu deyildi surətini vermisiniz? Deyib ki, bəs magistratura oxuyuram ona görə. Heç o müdavimi oturmağa belə qoymayıblar da, heç komissiya üzvlərinin qarşısına çıxmağa belə qoymayıblar. Birinci hal deyil. Neçənci müəllimədir ki, mənə, əsasən soruşdum. Aha, neçənci müəllimədir ki, mənə deyir ki, müəllimə, mənə heç icazə vermədilər belə ki, heç öz dərdimi deyim ki, hə, mənim heç magistraturada oxuduğum saatlarla, yəni günorta vaxtlarına düşmür də, iş saatları heç bir formada bir-birinə tutaşa bilməz. Aaa, heç buna imkan vermədilər. Sizə tövsiyəm nədir? Mən bu barədə, öz regionumun Dağlıq Şirvan Regional Təhsil İdarəsinin komissiya üzvlərindən, müsahibə götürən müəllimlərdən soruşdum. Onlar dedilər ki, bizim də başımıza gəlib, yəni bizə təlimat verən zaman deyiblər ki, bəs üzr istəyirəm, səsim qırıldı. Aha, bizə deyiblər ki, magistratura oxuyanlardan hamınıza aiddir. Aranızda ola bilər ki, magistratura tələbəsi olan ola bilər. Çalışın, oxuduğunuz məktəbdən kağız alasınız ki, bəli, biz tələbəmizi müsahibə imtahanına getməyə icazə veririk, qoyuruq. Bu barədə birinci olaraq kağız alasınız. İkinci olaraq da həmin komissiya üzvləri də deyiblər ki, çalışsınlar, müəllimlər heç bir formada magistr oxuduqlarına büruzə verməsinlər. Bilmirəm, indi aranızdan olan ola bilər, olmayan ola bilər. Bunu mən indi bilmirəm. Ona görə dəqiqliklə bir məlumat verə bilmərəm. Nə deyirdi? Deyirdi ki, indi keçəcəyimiz suallar dekabrın üzərindən, bəli, dərs müsahibəyə aiddir, müsahibə mərhələsinə aiddir. Müsahibə mərhələsindən indi sual-cavabımıza başlayacağıq. Müəllimlər, indi üzr istəyirəm. Aha. İndi müəllimlər, sual-cavabımıza keçid edəcəyik. Ənənəvi qaydada müsahibə dərslərimizdə çox vaxt sual-cavab üzərindən keçirik əzizlərim. Sizlər ki, kim ki sual-cavabda iştirak etmək istəyir, əllərini qaldırsın, mütləq formada əllərini qaldırsın ki, mən görüm. Sualları bir-bir ünvanlayacağam, bir-bir seçəcəm. Təkrar etməməkdən ötrü hər zaman sıralı gedəcəyik. Kimlər ki istəyir, burada çəkinəsi, belə deyək, utanası heç bir şey yoxdur ki, hər birimiz müsahibəyə gedirik. Əlbəttə ki, sizdən, müsahibə zamanı komissiya üzvləri sizdən sual soruşacaqlar. Orda necə olmalısınız, burada da eyni qaydada iştirak etməlisiniz. Səhvləriniz olan zaman səhvlərinizi düzəliş edəcəyik. Sürçü lisanlarınıza diqqət yetirin. Çalışın ki, nitqləriniz aydın olsun, aydın, səlis formada danışasınız. Belə müəllimlər. Sadəcə 2 dənə müəlliməmiz var ki, əlini qaldıran, müsahibədə sual-cavaba iştirak etmək istəyən. Baxın, hələ ki 2 dənə müəllimədir. Çalışaq müəllimlər, əllərimizi açaq. Yəni daha doğrusu əllərimizi qaldıraq ki, biz də ki, sual-cavabımızı bilək ki, kimlər iştirak etmək istəyir. Deməli belə, birinci sualımız odur ki, məktəbəqədər müəssisənin proqramı nə üzərindən qurulub? Dekabrda düşən suallardır. Kim vermək istəyər?
Məktəbəqədər müəssisənin proqramı nə üzrə qoyulub? Sahilə müəllimə vermək istəyirsiz? Sualı bilmədim mən, ona görə tam dəqiq Mən deyirəm, siz də qulaq asın. düşündüm. Məktəbəqədər müəssisənin proqramı uşağın hərtərəfli inkişafını təmin etmək üçün hazırlanır. Proqramda fiziki, idraki, nitq, sosial-emosional və estetik inkişaf istiqamətləri əhatə olunur. Onun, belə deyək, əsası oyun əsaslı olur. Yaş xüsusiyyətlərinə uyğun və uşaq yönümlü yanaşma mütləq formada əsas götürülür. Dövlət standartlarına uyğun planlaşdırılır və nəticə yönümlü olur. Bu Bəxtəqədər müəssisənin proqramı hesab olunur. Nə dedik? İnkişaf sahələrində mütləq formada baxın, bu tipli suallarda bəhs etmək lazımdır. Məsəl üçün, nə dedik? Fiziki inkişafa diqqət yetirir, nitqə, sosial-emosionallara, idraka, estetik inkişafa istiqamətli olur, nəticə yönümlülüyə əsas götürür. Baxın bu formada. Sonra hansı beynəlxalq proqramları tanıyırsınız? Beynəlxalq proqramlar mən Montessori nəzəriyyəsi, Hı Waldorf hı. nəzəriyyəsi bunlar nəzərdə tutulur. Sonra Froebel nəzəriyyəsi bunlar nəzərdə tutulur. Bəli, baxın, beynəlxalq proqramlar deyəndə əziz müəllimlər, mütləq formada hansısa nəzəriyyəçilərin proqramlarından söhbət gedir ki, bu Montessori nəzəriyyəsi ola bilər, Reggio Emilia yanaşması, Waldorf kimi yanaşmalar daxil edə bilərik. O proqramlar uşağın müstəqilliyini, sərbəst seçimini və yaradıcılığını ön plana çəkir, müəllim istiqamətləndirici rol oynayır, uşaq öyrənmənin daim mərkəzində dayanır. Aha, sonra bağçanın gigiyenası hansılardır? Bağçada gigiyena deyəndə nələri nəzərdə tuturuq? Aygül müəllimə deyə bilərsiz? Gigiyena deyəndə nəyi nəzərdə tuturuq? Salam müəllimə. Salam, müəllimə. Buyurun, əgər demək istəyirsinizsə buyurun, siz deyin. Gigiyena deyəndə Müəllimə, bu təmizlik. sualın cavabını mən dəqiq deyə bilmirəm. Hı -hı. Növbəti müəllim desin, sonra mənə keçərsiniz. Yaxşı, buyurun. Əllərinizi qaldırın müəllimlər. Burada nə var ki, cavab vermək nə qədər böyük bir problemdir ki, əllərimizi qaldırmırıq. Əllərimizi qaldıraq. Bilmədiyinizi mən üzərindən işləyəcəm. Çalışın ki, nitqinizi aça biləsiniz. Siz indi belə deyək də, hər Axşamınız xeyir fürsətdə olsun danışmalı müəllimə. olmaz. Buyurun müəllimə, adınızı zəhmət olmasa təqdim edin. Vəfa Həsənova. Buyurun Vəfa müəllimə. Deyə bilərsinizmi ki, gigiyena nədir məktəbəqədər müəssisələrdə? Mən başa düşdüyüm qədərilə müəllimə, gigiyena sağlam mühitdir, sağlam qidalanırlar, uşaqların hər tərəfli təmizliyi, əllərinin yuyulması, yemək süfrəsində əyləşərkən onlara verilən qidaların da təmizliyi, uşaqlara, yəni müəllimənin də, dayənin də nəzarəti, təmiz, yəni yataqlarının təmiz olması, ümumiyyətlə uşaqlar bağçada olduqları müddət ərzində onlar sağlam qida və sağlam gigiyenik qaydalarla təmin olunmalıdırlar. Düzdür, Belə çox başa gözəl düşürəm. bir cavab vermisiniz. Oyuncaqların mütəmadi dezinfeksiyası, otaqların Aha, havalandırılması, əl yuma qaydalarına riayət, tualet və yemək gigiyenası əsas aha. götürülür. Uşaqların şəxsi əşyalarının ayrılıqda saxlanması mütləq formada vacibdir. Uşaqların oyuncaqların yuyulmasına nəzarət, hətta oyuncaqlar belə, yəni yuyulmalıdır, onlara qaydalara Əlbəttə ki, riayət olunmalıdır. düzdür. Gigiyena həm uşağın sağlamlığına, həm də kollektiv təhlükəsizliyə xidmət edir. Təşəkkürlər Vəfa müəllimə, çox gözəl Çox bir sağ cavab olun. idi. Sonra müəllimlər, bu sual çox belə deyək, arada qalan bir sualdır ki, bir çox müəllimə bilmir. Güşələri kim təmizləyir? Kim deyər? Müəllimə, mən deyim, Buyurun müəllimə, buyurun. güşələri məncə xadimələr təmizləməlidir. Belə deyək, əsas anlayış kimi xadimələr deyil də, müəllimlər, yadınızda saxlayın, güşələri kim yaradırsa, o da təmizləməlidir. Onun da diqqətdə mərkəzində saxlanası bəzi şeylər var ki, ön plana çıxmalıdır. Məsəl üçün, kitab güşəsində hansı kitablar öndə olmalıdır, hansı kitablar arxada olmalıdır. Yəni bu kimi xırda nüanslara diqqət edən tərbiyəçi müəllim olur. Çünki o hansı əşyanı harda qoymaq lazım olduğunu lap yaxşı bilir. Güşələrin Bəli, gündəlik təmizliyi müəllim və tərbiyəçi köməkçisi tərəfindən aparılır, amma bəli, ən çox halda müəllim isə gigiyenik vəziyyətə nəzarət edir. Uşaqlar da yaş səviyyəsinə uyğun olaraq səliqə, səhman yaratmağa cəlb edə bəli, bilərlər. Bu məsuliyyət hissini mütləq formada formalaşdırır. bəli, bəli. Yadınızda saxlayın, daha çox tərbiyəçi müəllim təmizliyə diqqət yetirir, güşələrin təmizliyinə. Sonra uşaq Bəli. uşağı qəbul edəndə xəstədirsə, valideynə necə deyərsiniz? Kim deyər? Kim əl qaldırar yeni müəllimlərdən?
valideynə Aha, uşağı mən xəstədirsə, qəbul edən zaman diqqət yetirmisinizsə, bunu valideyni necə xəbərdarlıq edə bilərsiniz? Səbuhə müəllimə. valideynə demək lazımdır ki, mən yaxşı deyil. Aha, Səbuhə müəllimə. İlk öncə biz uşağı qəbul eləyərkən tibb bacısının tərbiyəçi müəllimin nəzarəti altında tibb bacısı uşağın bədənini, yəni hər hansı üzündə səpki və yaxud da hər hansı bir narahatçılığı olarsa, ən əsası temperaturunu yoxlayır tərbiyəçi nəzarəti altında. Əgər hər hansı bir uşağın narahatçılığı, bədənində səpki və yaxud da temperaturu olarsa, orada elə valideynə bildiririk ki, uşağı göstəririk və deyirik ki, biz bunu otağa buraxa bilmərik. Çünki digər uşaqlara da yoluxa bilər. Düzdür. Yəni biz ümumiyyətlə belə deyək də, sakit yanaşmalıyıq. Hörmətli formada, hörmətlə, anlayışlı bir tonda valideynlə əlaqə saxlamalıyıq. Birinci olaraq bunu bildirməliyik. Uşağın sağlamlığını və digər uşaqların təhlükəsizliyini əsas gətirərəm. Bu da ikinci olaraq istifadə etdiyimiz cümlədir. Uşağın bugün biraz az halsız olduğunu, göründüyünü müşahidə etdik. İstirahət hissi daha yaxşı olar. Zəhmət olmasa gəlib götürün kimi istifadə edərəm. Ümumi olaraq yenə də mülayim tərzdə onları təşvişə salmadan həm o uşağın, həm özünüzün, həm də digər uşaqların sağlamlığına diqqət yetirmək, diqqət mərkəzində saxlamaq bizim başlıca vəzifəmizdir. Sonra uşağın birdən-birə qızdırması qalxsa, birinci olaraq kimə deyərsiniz? Kimdir? Müəllimə mən deyim. Müəllimə Vəfa müəllimə. Hə, Birinci buyurun, Vəfa buyurun. müəllimə. Aha. Müəllimə, ilk öncə, yəni tərbiyəçi nəzarətində olur uşaq. Əgər uşaq bağça vaxtından sonra temperaturu, hərarəti qalxırsa, valideynlə ümumiyyətlə tərbiyəçi mütəmadi olaraq əlaqədə olmalıdır və onlar uşağı o uşaqların içərisindən çıxardıb başqa bir yerdə əyləşdirmək lazımdır. Yəni uşaqlara ola bilsin ki, yəni yoluxucu bir xəstəlik olar, keçə bilər. Valideynlə əlaqə saxlayırıq və siz dediyiniz kimi valideyni qorxutmadan, təşvişə salmadan izah edirik və valideyni gəlir, təhvil veririk. Yəni gün ərzində onun necə halda olduğunu bildiririk, izah edirik və sonra valideyninə veririk və ardından da uşaqla əlaqə saxlayırıq. Onun narahatlığı barədə gün ərzində axşamçaq olsun valideynlə əlaqədə olmalıyıq. Bu tərbiyəçilərin vəzifəsidir. Belə deyim müəllimə, vəzifələrimizi düzgün bölüşdürdünüz. Amma mənim sualım nə idi? Dedim ki, uşağı qəbul edəndə belə deyək də bu əvvəlki uşağı birdən-birə qızdırması qalxsa ilk kimə deyərik? Birinci olaraq kimə deyərik? mən deyim. Müəllimə mən deyim. Müəllimə, buyurun. Baxtanın içərisindəki mesestraya bildirməliyik. Yox, Buyurun Afət müəllimə. müəllimə, birinci növbədə biz həkimə müraciət eləməliyik. Təcili deməliyik ki, uşağın qızdırması qalxıb. Nə özümüzdən dərman verməməliyik, nə də ki, yəni heç nə. O uşaq ancaq və ancaq birinci növbədə biz həkimə müraciət eləməliyik ki, belə bir hadisə olub, uşağımızın qızdırması qalxıb, təcili yardım kimi. Müəllimə, təcili yardıma xəbər verməliyik. Müəllimə, valideynlər icazəsi olmadan olar ki, birinci biz həkimə müraciət eləyək, o da var axı nəzərdə saxlamaq. Belə bir şey yoxdur. Birinci olaraq hər bağçanın özünə məxsus olaraq bir tibb bacısı olur. Tibb bacısı təyin olunur. O heç, onun yanında olur. Nəzarət onda birinci növbədə mesestranın yanında olur o. Yəni sizdən mən onu soruşuram. Birinci olaraq biz qrup otağında kimə xəbərdarlıq etməliyik uşağın qızdırmasına? Mesestramıza. Onu dedim müəllimə. Çox bağçanın yoxdur deyə onu deyə də bilmirik. Yəni qaçırtdığımı mən düşünmürəm, amma mən belə deyək də, eşitdiyim qədərilə birinci siz tibb bacısına demədiniz. Ona görə mən başqasına bir cavab haqqı tanıdım. Sonradan dedim, düz deyirsiniz müəllimə, sonradan dedim tibb bacısına. Sonradan yox, birinci olaraq ağzınızdan çıxmalıdır. Əgər uşaqda hər hansısa bir belə deyək, problem yaranıbsa sağlamlığı barəsində və yaxud yıxılıbsa və yaxud bir hər hansısa belə deyək də problem onda bir baş veribsə, birinci olaraq tibb bacısına danışmalıyıq. Çünki bu onun sağlamlığı ilə əlaqədardır. İlk olaraq tibb bacısına və müəssisə rəhbərliyinə məlumat verərəm. Paralel olaraq valideynlə əlaqə saxlayaram. Uşağa ilkin tibbi yardım göstərilir və nəzarətdə saxlanılır. Baxın bu formada. Müəllimə, bir sual vermək olar. Buyurun. Bir sual. Deməli, bağçada məsələn uşağın qızdırması qalxarsa və yaxud da
nəsə bir qarnı ağrıyarsa, nəsə bir belə bir baş hal verərsə xəstəlik kimi, onda biz medsestra həmin uşağa dərman verməlidirmi, yoxsa yoxmu təcili? Yadınızda saxlayın müəllimlər, tərbiyəçi müəllimin əsla dərman vermə hüququ yoxdur. Əgər sizə Medsestranın bəli, tamam, tibb bacısının da yoxdur da. yox, tibb Tibb bacısı bacısı. var. Tibb bacısının belə necə deyə bilərəm, qızdırma dərmanı, yüngül dərmanlardan söhbət gedir. Ailə ilə əlaqə saxlayırıq ki, bəlkə bu uşağın bu dərmana qarşı bir allergiyası var. Ailə ilə əlaqə saxladıqdan sonra biz dərmanı verə bilərik. Yadınızda saxlayın. Öz başımıza dərman verə bilmərik. Bəlkə də bu dərmanın tərkibində olan hər hansısa bir maddəyə bu uşağın allergiyası var. Bu allergiyanı da ən yaxşı valideyn bildiyinə görə deyirik. Parasetamol tərkibli qızdırma dərmanları verə bilərik. Yəni bunu da Nurafen. bəli, Nurafen. Yəni hər birincisində parasetamol tərkiblidir. Verə bilərik, sualını ünvanlayırıq. Əgər ki, o verin deyirsə, artıq bu belə deyək, tibb bacısının səlahiyyətindədir, tibb bacısı verir. Tərbiyəçi müəllimin dərman vermək səlahiyyəti yoxdur, yadınızda saxlayın. Nəzarət etmək səlahiyyəti var, amma dərman vermək səlahiyyəti yoxdur. Bunu dayələrə də başa salmaq lazımdır ki, dərman öz başımıza verə bilmərik. Hətta gəlib sizdən xahiş etsə belə valideyn ki, hə, gün ərzində məsəl üçün əlinin əlişqanı bu dərmanı verməlisiniz. Xahiş etsəm verərsiniz? Xeyr, mən verə bilmərəm. Gedin tibb bacısı ilə əlaqə saxlayın. Bu mənim səlahiyyətlərim xaricindədir. Bu qədər. Bəli. Düz Sonra müəllim. təşəkkür edirəm müəllimlər. Deməli müəllimlər, səhər qəbulunda nəyə diqqət olunur və harda qeyd olunur? Kim deyər? Səhər qəbulunda nəyə diqqət olunur və harda qeyd olunur? Səbuhə müəllimə, zəhmət olmasa səsinizi bağlayın müəllimə. Mən bağladım. Müəllimə. Müəllimə, Deyim müəllimə. Bir saniyə görüm kimlər də başqa kim əl qaldırmaq istəyir. Səhər qəbulunda nələrə diqqət Mən olunur dedim. və hara qeyd olunur? Müəllimə, Vəfa Müəllimə, müəllimə, Müəllimə buyurun. deyirəm. Buyurun, filtr dəftərimizdə qeyd edirik. Uşağın temperaturu, dırnaqları yoxlanılır. Aha. Bəli. Hə. Yəni onun temperaturu var, yoxdur. Onu müəllimə, tərbiyəçi, medsestra ilə bir yerdə tibb bacısı ilə. O bizim filtr dəftərimizdə qeyd olunur. Bugünkü temperaturu, uşağın hərarəti də, yəni var, yoxdur. Qeyd edirik və uşağı elə qəbul edirik. Qəbulda da onun dırnaqlarının, gigiyenik qaydalarının hər şeyi qaydasında olduğu, saçı, qulağı, ümumiyyətlə əlləri təmizdirmi, paltarları çirkli, bu şeylərə diqqət edib tərbiyəçi uşaqları qəbul etməlidir. Düzdür müəllimlər, çox gözəl. Tibb bacısı ilə tərbiyəçi müəllim uşaqları qəbul etməlidir içəridə. Onların gigiyenası filtr jurnalında yoxlanılır. Onların gigiyenası, onların xəstəlikləri varsa xəstəlikləri, gecikmə səbəbi varsa səbəbini öyrənirik. Məsəl üçün uşaq var gecikə bilər, uşaq var tez gələ bilər. Bu səbəblərin hər biri qeyd olunur. Düzdür. Vəfa müəllimə, çox gözəl cavab verdiniz. Çox sağ olun. Aha, nitq qüsurlu uşaqlarla necə işləyərsiniz? Əl qaldırmayan müəllimlərdən görə əl qaldıran olacaq. Nitq qüsurlu uşaqlarla necə işləyərsiniz? Psixoloji bir sualdır. Ellada müəllimə, Müəllimə, Müsahət müəllimə, Nazlı, Nəzakət, Əfsanə, Gülcahan, Ülviyə, Səbinə, Zəhra və onlarla müəllim. Siz də əllərinizi qaldırın müəllimlər. Nitq qüsurlu uşaqlarla necə işləyərsiniz? Müəllimə demək olar. Bir saniyə görək ki, gələn əl qaldıran olacaq. Yox, əl qaldıran olmadı. Buyurun, Afət müəllimə. Fərdi, həmin uşaqla fərdi məşğul olmaq lazımdır. Aha, fərdi yanaşma tətbiq edərsiniz. Bəli. Müəllimə, mən deyim. Başqa Buyurun, bir yana. Böyle siz də əlavələr edin. Buyurun. Fərdi. Tərbiyəçimiz dediyi kimi, həm fərdi, həm uşağın valideynlə əlaqə saxlayaram. O uşağın xüsusiyyətlərini öyrənməyə çalışaram. Nəyi sevir, nə ilə xoşbəxt olur. Ümumiyyətlə də fərdi və ümumiyyətlə onun empatiya qurmağa çalışaram da onunla. Hər elə Fərdi o deməkdir də müəllimə. Bilirəm müəllimə nə deyirsə də, yəni ümumiyyətlə fərdi tək elə bir ki, elə uşaqlar olur, məsələn, autizm var, Down sindromu var, onların hamısı fərqli-fərqlidir. Bir başa düşdüm siz nə deyirsiniz, yəni açıqlamasını deyirəm mən. Bəli, buyurun. Bir də onu nəzərinizə çatdırım ki, müəllimlər, düzdür. Anlayışınız eyni qaydada, baxış bucağınız düzdür. Fərdi yanaşma tətbiq edərəm birinci olaraq. Lokatlə əməkdaşlıq. Əsas olaraq bağçalarımızın özünə məxsus, bəlkə böyük bağçaların özünə məxsus lokapedləri olur. Lokapedlə əməkdaşlıq etmək lazımdır. Nitq inkişaf etdirən oyunlar, artikulyasiya məşqləri apararam. Məsəl üçün, bəzi uşaqlar var, r hərfini tələffüz edə bilmir. Bu da bir nitq qüsurudur. Artikulyasiya məşqləri etmək lazımdır. Uşağı utandırmadan, səbirlə və davamlı şəkildə dəstəkləyərək
Baxın bu, iş Bəli, aparmaq lazımdır. Yadınızda bəli, bəli. saxlayın. Əgər nitq qüsuru söhbəti gedirsə, avtomatik olaraq lokopedi yadımıza salmaq lazımdır. Bəli. Ümumi qaydada bağça təsisçiləri içərisində, daha doğrusu bağça texniki işçiləri içərisində, üzr istəyirəm ifadəmə görə, bağça belə deyək, texniki işçiləri içərisində lokopedlər də var. Lokopedlərdən dəstək almaq lazımdır nitq qüsurlu uşaqlarla işləyən zaman. Sonra hansı məşğələ uşaqlara və ya sizə daha maraqlıdır? Baxın, bu dekabrda verilən suallar arasında hansı məşğələ sizə və yaxud da uşaqlara daha maraqlı gəlir? Kim deyər? Müəllimə deyim. Bir saniyə müəllim, başqa müəllimlərdən, məsəl üçün Aygün müəllimə deyə bilərsiz? Bəli, müəllim. Hansı məşğələlər daha çox uşaqlara, məsəl üçün slaydlarla, hər hansı bir illüstrasiyalarla göstərilən məşğələlər daha həm mənə, həm uşaqlara daha maraqlı olar. Yəni bir növ əyani vəsaitlərlə işlənilən məşğələlər daha maraqlı olar. Hı hı. Daha çox monoton olmayan da, yəni gündəlik bezdirici olmayan məşğələlər daha maraqlı olar. Hı. Yaxşıdır müəllimə. Baxın, hər birinizin özünüzə məxsus formada fikriniz olmalıdır ki, siz hansı məşğələ nümunəsini daha çox sevirsiniz? Bədii təfəkkürümü, daha sonra savad təliminmi, təsviri fəaliyyət məşğələsimi? Yəni bu sizin özünüzün istəyinizə belə deyək, arxalanır. Müəllimə Uşaqlar ən çox Aha. təsviri fəaliyyət, ən çox təsviri fəaliyyətdə uşağın marağı çox olur. Məsələn, şəkil çəkməklə, məsələn, bax bu dəqiqə bizim yeni il gəlir qarşıdan. Hı -hı. Yeni ilə aid uşaqlara məsəl üçün o şam ağacı çəkmək, şam ağacının qar dənəcikləri çəkmək, bax belə şaxta baba çəkmək, bax belə bir şeylər uşaqlara xoş təəssürat verir. Daha da sevinir uşaqlar. Bəli, Bax elə bir bu da sizin fikrinizdir ki, siz təsviri fəaliyyət məşğələsini daha çox sevirsiniz və uşaqların da bu məşğələni sevdiyini əsas götürürsüz. Çünki həqiqətən də boyalarla işləmək, rənglərlə işləmək, karandaşlar, rəngli kağızlar, yəni bu Bəli. fəaliyyətləri görmək uşaqlar üçün də həm maraqlıdır, həm də ki, bir tərbiyəçi olaraq sizin üçün də maraqlıdır. Bu psixoloji bir sualdır müəllimlər. Özünüzə məxsus cavablar verə bilərsiniz. Mən dediyim tərzdə də deyə bilərsiniz, öz cümlələrinizdən də istifadə edə bilərsiniz. Çox gözəl bir sual gəlir. Paltar şkafının üzərində nəyə görə şəkil yapışdırılır? Nə üçün? Kim deyər? Müəllimə mən deyim? Kimdir zəhmət olmasa? Adın Aha, Vəfa Vəfa müəllimə. müəllimə. Buyurun Vəfa müəllimə. Paltar şkafının üzərində şəkil nəyə görə dediniz də müəllimə, hə? Bəli, Səhv bəli. etmirəmsə. Müəllimə, uşaqlar yəni elə qruplar var ki, böyük deyil də, yəni orada adı yazılsa oxuya bilmirlər. Uşaqlar öz şkaflarını tanısın və maraq o şəkillərlə yadda saxlayır. Eyni şəkli məsəl üçün onun çarpayısına da, dəsmalı olan yerə də, yəni mən bu cür etmişdim. Eyni şəkli uşağın həm şkafına, həm çarpayısının baş ucuna, həm də elə bir ki, əl silinən yerdəki dəsmalının yanına da yapışdırmışdım ki, uşaq bilirdi alma olan şəkil, şkaf da bunundur, çarpayı da bunundur, bu dəsmal da bunundur. Bax mən belə eləmişdim, belə başa Çox düşürəm gözəl uşaqlar müəllimə. öz şkafını tanısın deyə. Müəllimə, mən də əlavə edə bilərəm Buyurun bir dənə. müəllimə, buyurun, buyurun. Var məsələn, mən özüm müdirəm, belə işçilərimə belə deyə bilərəm ki, məsəl üçün uşaqların paltarını tanımağına görə, şkafını tanımağına görə bəzi uşağa məsələn o nətər multfilmlər olur belə. Cizgi film Bax həmin qəhrəmanları. məsələn Maşa və Medved, məsəl üçün o gəlinciklər, bax belə bir şeylərlə yəni uşaqlara cəlb edirəm ki, məsələn bu şkaf bu uşağındır, bu kravat məsəl üçün çarpayı bu uşağındır, bax belə bir Tamam. şeylər. Çox gözəl müəllimə. Bəs bunu nəyə görə edirik? Əsas məqsəd də bundan ibarətdir ki, müəllimlər uşağın öz şkafını tanıması və müstəqil olması üçün edilir baxın bu. Çünki Bəli. oxumağı bilməyən uşaqlar şəkil vasitəsilə öz əşyalarını rahat tapırlar. Onlar adlarını bilmirlər axı. Məsəl üçün Əli yazasan Əlini oxuya, Fatimə yazasan Fatiməni oxuya. Şəkillərlə bilirlər ki, hə, məsəl üçün motosikl şəkli yazılıb, bu Əlinindir. Gəlinci şəkli yapışdırılıb, bu Bəli. Fatimənindir. Bu həm də məsuliyyət və özünə inam yaradır uşaqlarda. Yadınızda saxlayın. Bu kimi də cavab verə bilərsiniz. Medveddir, Tamam. pandadır. Bax Bir belə də məsəl üçün. deyirdim Afət müəllimə, hər zaman öz dilinizdən istifadə edin. Biz bilirik ki, Maşa və Medved rus dilindədir, amma Maşa və Ay olaraq desəz daha yaxşı olar. Hə, Maşa və Onu Ay, hə, sevmirlər. bəli. Komissiya üzvləri əsla xarici belə deyək, dildən istifadə etməyi Bəli. tövsiyə etmirlər. Hər zaman təmiz Azərbaycan dilində danışmağınızı istəyirlər. Baxın, bu da Bəli. xırda nüanslardır. Sonra Sağ olun.
Nitq qüsuru olan uşaq üçün müəllimin əsas vəzifəsi nədir? Baxın, bayaqkı suala bənzəyir. İstəyirsiniz başqa bir bir başqa bir sual verək. Çünki bayaqkı sualla eynidir. Arxa-arxaya verilib deyə bu suallar. Mən də arxa-arxaya cavablarını yazmışam. Biri veriblər ki, çox maraqlı bir sualdır. İştirak etdiyiniz hansı seminar və ya webinar sizin üçün daha maraqlı olub? Baxın, belə bir sual veriblər. Kimlər ki, hansı seminarlarda, hansı webinarlarda iştirak edib? Nəyə görə siz bu seminarlarda iştirak etmisiniz? Nəyə görə də sizin üçün maraqlı olub? Kim deyər bunu? Sahilə müəllimə deyə bilərsiniz? Başqa müəlliməmizin səsi gəlsin. Müəllim, etməmişəm heç bir canlı olaraq seminarda iştirak etməmişəm, amma belə onlayn şəkildə Bəli, onlar şəkildə desin. Xoşuma Hal-hazırda bir webinardasınız. Bütün dinləyicilər, hamınız bu dəqiqə webinarda sayılırsınız. Çünki maariflənmək məqsədi ilə qatıldığınız həm onlayn, həm də əyani olan təlimlərin hamısı seminar və yaxud webinar adlanır. Maariflənmək məqsədi ilə mütərəqqi xarakter daşıyırsa, yadınızda saxlayın. Bunu da deyə bilərik ki, müəllimə. Müəllimə mən deyim. Buyurun, Müəllimə mən buyurun Afət müəllimə, Bax, buyurun. məsəl üçün belə deyək də, seminar deyəndə bir də görsün çağırırlar da, gedirik məsəl iclasdır. İclas da bu eyni bir şeydir də. Seminardır, iclaslardır. Bunların hamısının tədbirlərdir, gedirik məsələn. Orada bizə deyirlər ki, məsəl üçün qışla əlaqədar və yaxud da məsəl bir bayramla əlaqədar da hansısa qarşıdan bir belə deyək də, Novruz bayramından əlaqədar və yaxud da yeni illə əlaqədar və yaxud da valideyn şurası pedaqoji şura keçirmək lazımdır valideynlərlə. Ondan sonra bu müəyyən tələblərin hamısını bizə deyirlər ki, məsələn, gedin, bu işi görün, bu işi görün, bu iş tapşırıqları verirlər. Belə bir şey mən başa düşürəm. Ola bilər, amma sizə maraqlı gələn cəhəti nədir? Bax, bunu soruşur. Maraqlı gələn cəhətdə çıxartmaqdan ötrü onu deyə bilərik ki, məsəl üçün, indiki dövrdə Müəllimə, elə bil ki, müəllim, inkişaf edirsən də, öz üzərində işləyirsən, insan sosiallaşdıqca Bəli, artır, savad artır, bəli. Başa Müəllimə, dərk eləyirik hər bir dünya şeyi. görüşü artır, Sakit Dərk müəllimə, eləyirik. buyurun. gördüklərini gətirir, öz bağçasında tətbiq edir. Bəli. Belə-belə də, yəni insan sosiallaşdıqca istifadə eləmək istəmirəm də indi dediniz müəllimə. İnkişaf edir də, öz üzərində çalışdıqca Bəli. dünya görüşü artır, sosiallaşır. müəllimə, olar mən də əlavə eləyim. Buyurun Nəzakət Axşamınız müəllimə. xeyir. Əlbəttə ki, axşamınız xeyir olsun. Üzrlü sayın, səsim biraz pis çıxır. Eybi yox. Müəllimə, mən COP24-də həsr olunmuş seminarda bir həftəlik iştirak elədim. Orada İlahə Rəsulova da var idi, Viktoriya xanım da var idi, bir çox yazıçı var idi, bir çox insanlar var idi ki, orada bizə təlim keçdilər. Çox gözəl bir həftə ərzində maarifləndik orada. Orada həm praktik cəhətdən də biz əl işləri işlədik. Sonra da gəldik, biz həmən şeyi öz bağçamızda tətbiq elədik. Orada mən düzəltmişdim. Bu salafan kloklardan uşaqlar üçün paltarlar düzəltmişdim. Bəla. Hə, ondan sonra podiuma çıxdı uşaqlar. Çox qəşəng də maraqlı alınmışdı. Bir də tullantı materiallarından elə bil ki, biz o tullantı materialları yığmışdıq. Sonra təkərlərdən, bu 5 litrlik, 10 litrlik qablardan bağçamızın həyətində o təkərlərdən motosiklet düzəltmişdik. Gözəl, Sonra çox gözəl. hə, o qablardan zürafə düzəltmişdik, fil düzəltmişdik, qurbağalar düzəltmişdik, arı pətəkləri, bir çox gözəl-gözəl şeylər düzəltmişdik. Həmən orada öyrəndiklərimi gəlib bağçada tətbiq eləmişdik. Çox gözəl. Çox da maraqlı alınmışdı. Çox gözəl Bəla. seminar. Bəli, müasirlik də, müasirləşmək. formada Nəzakət müəllimə. Müsahibə Müasirləşmək. mərhələsində vurğulayın ki, webinar və seminarlarda iştirak etmişəm. Arxaçıca mütləq baxın bu sualı verirlər ki, iştirak etdiyiniz hansı seminar və yaxud webinar sizin üçün daha maraqlı idi? Baxın, bunu deyə bilərsiniz ki, COP29-da 24. neçə? COP24. Bəli, mən də elə dedim. COP24-də Hə. bir an dedim yəqin səhv dedim. Aha, COP24-də belə deyək, öyrəndiyimiz, tətbiq etdiyimiz, artıq gəlib öz bağçamızdakı tətbiq edirik ha. Baxın, o COP24 nəyə görə düzəlmişdi müəllimlər? Geri dönüşüm üçün düzəldilmişdi. Bəli, Yaşıl Dünya namı. Bəli, Yaşıl Dünya namı ilə həmrəylik ili bildiyiniz kimi keçən il və orada geri dönüşüm üçün aparılırdı. Tullantı materiallarına baxın, dediniz ki, salafanlardan uşaqlar üçün paltarlar düzəltdik. Bu da bir geri Bəli. dönüş idi. Düzdür, biz uşaqlarda salafanlardan paltar geyindirməyəcəkdik. Amma bu bir belə deyək də ayılma məqsədi ilə aparılırdı. Uşaqları
belə deyək də, nəyəsə diqqət çəkməkdən ötrü aparılan bir şey idi. Onu moda kimi keçirdik də, Əla, çox çox diqqətə gözəl bir şeydir. alındı. Çox bəyəndim, Sonra çox bir da də neynəmişdim? Onu layihə kimi işləmişdim. Elə bil ki, bu kənd yerlərində olur, torpağı qazıb yarpağı bastırırlar içinə, Aha, gübrə alınır. Elə bəli. bil ki, bir quyu qazmışdım, uşaqlarla bir yerdə yığmışdıq yarpaqları, quyuya tökmüşdük. Bir quyuda da plastik qabı bastırmışdıq uşaqlarla bir yerdə. Aha, Sonra elə bil ki, bir aydan sonra biz onu açdıq, həmən o quyunu. Orda yarpaq çürümüşdü, amma plastik qab plastik olduğu çürümür. kimi qalmışdı da. Onu sonra uşaqlara əyani izah elədim ki, yəni ki, bu yarpaq çürüyür, amma bu atdığımız plastik qablar nə Çürümür. qədər zərər verir də, salafanlardır, bu qablardır. Ona görə bunu hara gəldi atmaq olmaz da. Gözəl, Bu baxın. qəşəng olmuşdu. Bu baxış bucağı çox gözəl baxış bucağıdır. Deyə bilərsiniz ki, məsəl üçün təbiəti qorumaqla, bax naminə COP24-də belə bir seminarda iştirak etdim və yaxud inklüziv təhsil haqqında mövzularda verilən seminarlarda iştirak etdim. Bu mövzu mənim üçün maraqlı gəlir ki, cəmiyyətdə hal-hazırda qanayan yaraları nədir? İnklüziv təhsildir. Daha sonra təbiəti qorumaq üçün təbiətin təhlükəsizliyinə görədir. Sonra hal-hazırda indi çox məşhurlaşan bir belə deyək, mövzu var ki, belə deyək, uşaqları uşaq yaşda erkən nikah haqqında, baxın bu tipli webinar və seminarlarda qatıldığınızı bildirməyiniz Bəli. özünüzün, belə deyək, inkişafınız üçün, özünüzün, belə deyək, müsahibənizdə çox yaxşı nəticələr əldə edə bilərsiniz. Çox Fidan yaxşı. müəllim, inklüziv təhsil haqqında nə deyə bilərik? Məsələn, qatılmışıq deyək ki, Bəli, ümumiyyətlə qatılmamısınızsa da deyə bilərsiniz ki, bəli, bütün uşaqların eyni cəmiyyətdə əgər yaşayırlarsa, eyni təhsil sistemindən də yararlanmasını dəstəklədiyinizi bildirə bilərsiniz. Uşaqlar bir qrupun içərisində, bir sinifin içərisində təlim ala bilərlər. Düzdür, hər bir uşağın özünə məxsus xüsusiyyətləri var, amma hər bir uşaqla eyni qaydada həm fərdi yanaşmaq lazımdır. İnklüziv uşaqlarla digər uşaqların fərqinə varmadan, digər uşaqların diqqətini cəlb etmədən onlara fərqli bir qayğı göstərmək lazımdır. Bəlkə bəzi uşaqlar var ki, ailəsindən məhrumdur, bəzi uşaqlar var ki, nitq qüsurları var, əqli gerilikləri var. Əlbəttə ki, bu bir insan olaraq da 2 uşaq arasında fərq qoya bilərsiniz. Əqli geriliyi uşaqla, belə deyək, tipik uşaq eyni səviyyədə deyil axı. Amma nə etmək lazımdır? Tipik uşağı, Hər belə deyək, diqqətini çəkmədən, tipik uşağa göstərmədən həmin uşağa ayrı bir, xüsusiyyətlə, ayrı bir qayğı ilə göstərə bilərsiniz. Bunu verə bilərsiniz. İnklüziv təhsil mövzusu müəllimlər çox geniş bir mövzudur. Bu aspektdən çox danışa bilərsiniz. Çalışın inklüziv təhsil, çünki düşən suallarda bir çox, belə deyək, variant cəhətdən inklüziv təhsilə aid olur. Ona görə inklüziv təhsil nədir? Nə anlayış verir? İnsanlara nəyi çatdırmağa çalışır? Bunu daha yaxşı başa düşməyə çalışın. müəllimə, yaşıllıqla bağlı aksiyalar olur, məsəl üçün keçirilir. Ondan sonra məsələn uşaqlarla yaşıllıq dünyası, belə bir şeylər olur da həmişə. Biz də onların hamısına çağırırlar, gedirik. Məsələn, oradan da qayıdıb gələndə məsələn bağçamızda məsələn bir dənə gülü dibçəkdə bastırırıq, uşaqlarla bir yerdə əkirik. Bax belə bir şeylər, bunların hamısı yəni belə bir şeydir də məncə. Bu müasirlikdir məsələn. Aha. Bu Yaşıl kömək. tamamilə mən danışanda siz Bəli. də danışırsınız, siz də danışanda mən də danışıram. Mən üst-üstə düşür. Qurtardıqsa mən davam edim. Hə, buyurun, danışın. Belə deyək müəllimə, mən sizin dediyinizi anladım. 2024-cü ildə bütün bağçalara xəbərdarlıq etmişdilər ki, hə, Yaşıl Dünya naminə həmrəylik ili olaraq bir layihəmiz var. Bu layihə üzərindən qruplar nə kimi fəaliyyət göstərə bilərlər? Oldu ki, ağac əkməyə apardılar uşaqları, bağça oldu ki, ağac əkməyə apardılar, bağça oldu ki, bağçanın içərisində, daxilində və xaricində olan bitkilərə, ağaclara qulluğu keçirtdilər. Yəni belə-belə fəaliyyətlər göstərdilər. Ona görə hər ilin öz məğzi var. Baxın bu il hansı ildir? 2025 nə ilidir müəllimlər? Görək kim bilir? Suverenlik və konstitusiya. Bəli. Artıq bu il buna aid olduğuna görə bu da çox bağçadakı uşaqlara belə deyək də, maraqlandırmır da bu suverenlik anlayışıdır. Düzdür, tərbiyəçi müəllim olaraq müəllimləri maraqlandırır. Konstitusiya da eyni qaydada, suverenlik də eyni qaydada. Buna aid bir məşğələ keçirik uşaqlara, amma eyni təbiətə maraq kimi, təbiəti belə deyək, həvəsləndirmək qədər böyük bir səs çıxartmadı. Realın belə danışaq. Bəli,
Bəli, müəllimə, bu il konstitusiya və suverenlik ilidir. İlləri mütləq formada əzbərləyin. Çalışın 2007-yə qədərki illərin bir çoxunu əzbərləyin. Başqa suallara keçək. Valideyn uşağı gec götürür və bu davamlı halдırsa, nə edərsiniz müəllimlər? Kim deyər? Müəllimə mən deyim. Görək başqa müəlliməmiz cavab verir. Müəllimə nə dediniz bir də deyin də eşitmədim. Valideyn Müəllimə- uşağı gec gəlib götürürsə, nə edərsiniz? Ülfət müəllimə. Salam, axşamınız xeyir müəllimə. Axşamınız xeyir olsun əzizim. Buyurun. İlk öncə valideyn iclaslarında iş saatlarını, uşaqların qəbulu, uşaqların evə getmə saatlarını valideynlərə bildirmək lazımdır. Yəni bir-iki dəfə ola bilər tərbiyəçi gözləyə bilər. Uşağı valideyn gəlib götürsün, amma mütəmadi baş verərsə müdirə şikayət müdirə yəni bildirməliyik. Müəllimə mən Müəllimə əlavə mən eləyim. deyim. Müəllimə mən deyim. Müəllim Əlavə eləyim müəllimə mən deyim. Zəhmətim qurtarmayıb əzizim. Zəhmət olmasa dinləyək bir-birimizi. Mən deyim müəllimə. Müəllimə. Bir də ki, digər yəni ailə üzvləri ilə əlaqə saxlamaq olar. Uşağın portfolyosunda, yəni digər valideynlərin, valideynin və yaxud qanuni nümayəndələrin, qəyyumların Müəllimə mən də əlavə eləyim də. Bir saniyə əzizim. Edəcəksiniz. Təbirli olun, zəhmət olmasa. əlaqə saxlayıb onlarla, yəni onlar götürə bilər. Ola bilsin valideyn işçi valideyndir, işdən gec çıxa bilər. Düzdür. Yəni nənəsi, babası və yaxud atası gəlib götürməlidir uşağı vaxtında. Bəli. Mən də əlavə edirəm. Bir saniyə, mən Ülfət müəlliməyə bir-iki dənə misal verim. Belə deyə də məsləhət vermək istəyirəm. Misal deyə də məsləhət vermək istəyirəm. Ülfət müəllim, əzizim, bilirəm ki, səsinizin tonundan həyəcan hiss olunur. Bu həyəcanı aradan qaldırmaqdan ötrü müəllimlər nəfəs egzərsizləri, tükləmişsiniz var egzərsiz, nəfəs hərəkətləri etmək lazımdır. Yanılmazlıqdan istifadə edin. İlk dəfə yəni belə iştirak edirəm də sual cavabda. Əcəb edirsiniz müəllimə, çox yaxşı iş görürsünüz. Çalışın ki, çox tez-tez istifadə edin. Mən bir çox müəllimlərə ödənişsiz kömək edirəm. Ödənişli qruplarım da var, amma ödənişsiz də kömək edirəm. Nitqinizi açmaqdan ötrü müəllimlər, belə deyək, danışın. Gün ərzində keçin güzgünün qabağına, sizin səs tonunuzdan həyəcan hədsiz formada hiss olunur. Çənin titrəməsindən tutmuş, səs arasındakı pauzalardan ki, biz hər zaman mən özüm şəxsən müsahibəyə hazırlıq keçən zaman buna çox önəm verirəm. Səlist nitq dediyimiz nədir? Çünki müsahibəyə hazırlaşdırırıqsa biz onların nitqini də açmalıyıq. Nitqindən istifadə etməliyik. Nitqi düzgün formada parıldatmalıyıq. Səsinizi mütləq formada düzəlişlər Çox sağ olun müəllimə. Siz sağ olun əzizim. Bu kimi təlimlərdən çalışın, yararlanın. Ki mən hər həftə etmirəm düzdür müsahibə hazırlığımı. Amma belə edən zamanda istəyirəm ki, müəllimlərə nəyəsə xeyrim dəysin, bir köməkliyim. Müəllimə bir dənə əlavə sual verə bilərəm. Buyurun əzizim, buyurun. Deməli, müəllimə, məndə bu danışmaq çoxdur. Yəni nə qədər desəniz danışmaq qabiliyyətim var. Nitqim çox açıqdır. Elə şeylərə güclüyəm. Çox yaxşı. Amma ki, belə deyək də, indi bizim məsələn uşaqlara deyirik ki, məsələn gecikir də, valideyn deyirsiniz, gecikir, gec gəlir. Mənim bağçamda məsəl üçün dəfələrlə belə bir şey olub. Tərbiyəçi müəllimlər mənə zəng çalıb ki, bəs belə valideyn gəlib çıxmayıbdı, olur bilir, əkində olur falan orada burada da kənd yeridir. Mən həmin müəlliməyə deyirəm ki, uşağı aparırsınız evinizə, valideyninə də deyirsiniz, evdə aparır saxlayırsınız. Valideyn evə gələndən sonra uşağı aparır təhvil verirsiniz. O qədər elə bir şeylər olur, o qədər. Yəni mən həmişə uşaqlara məsəl üçün elə diqqət yetirirəm. Müəllimlərə də tapşırıq verirəm. Siz axı əzizim. Siz məndən Müəllimə, bu düzgün deyil axı. Bəli, düzgün. Müəllimə, bu düzgün deyil. Siz də danışırsınız ay müəllimə. Ay xanım, gəlib çıxmayıb da, valideyn yoxdur. Xeyr, o heç bir qanunda yoxdur. Siz uşağı tərbiyəçiyə deyəsiz, evə aparın. Bəli, olmaz. Müəllimə, bu Mən deyim müəllimə, mən izahını vereyim, nə cür bəlkə səhv verirəm. bunu mən istəyirəm ki, mən sonlandırım, artıq davam edək də suallarımız. Aha. Əzizim, bilirəm. Rejim dəyişməzdir. Heç kim o işi görə bilməz. Səhər saat 7-dən axşam saat 7-yə qədər iş rejimidir. Heç kim o bağçadan uşağı evə apara bilməz. 7-yə qədər müəllimənin borcuda otursun, orada gözləsin. Əzizim, Sonuncu uşağı yola salsın, sonra evinə getsin.
Bəli, Ay xanım, saat 5-ə kimi, bizdə 5-ə kimi iş tamam, saatımız. müəllimə. Bircə saniyə xahiş edirəm müəllimə, məni dinləyin. Mən sizə izah gətirim. Afət müəllimə hansısa kənd bağçasından söhbət gedir. Müəllimlə siz bəlkə də rayonun, bəs belə deyim də, Bakının sentrindən danışırsınız, amma Afət müəllimə hal-hazırda kənd bağçasından danışır. Kənd bağçasında elementar olaraq deyim ki, müəllimlərlə valideynlər hər birinin bir-birini tanıyır. Bu bir. Bəli, Olaraq bəli. düzdür, Afət müəllimənin dediyi düzgün deyil. Qanuni olaraq götürülürsə, heç bir Düzgün formada deyil. Afət müəllimə Düzgün deyil. müəllimə uşağı götürüb evinə apara bilməz. Bu qanundan kənardır. Birinci olaraq valideynə xəbərdarlıq edirik, zəng edirik. Valideynə zəng çatmır, elədir? Rəhbərliyi ilə əlaqə saxlayırıq ki, bəli, rəhbərlik. Artıq burada uşaq var və uşaq valideynlə əlaqə saxlayıram, olmur. Rəhbərliyin icazəsi ilə artıq biz portfolionu açırıq. Portfolionu belə deyək də, rəhbərliyin çox da buna icazəsi əhəmiyyətli deyil, amma yönləndirməsi düzgündür də. O yönləndirir ki, gedin portfolionun içərisində ailə daxilində valideynin də, digər valideynin də və yaxud anadırsa atanın, atadırsa ananın nömrəsi olur, nənənin, babanın nömrəsi olur. Onlar haqqında belə deyək, məlumat alırıq, nömrələrini alırıq. Bəli, artıq onlara zəng edirik ki, uşağınız qalıb, zəhmət olmasa yaxınlaşıb uşağınızı götürün. Maksimum 15 dəqiqə, 20 dəqiqədən sonra artıq onlar gəlib uşağını götürürlər. Və biz bu sayədə valideynlə dəfələrlə əlaqə saxlayırıq ki, xahiş edirik. Axı bizim də bir iş saatımız var. Rayonlarda müəllimlər 7-yə qədər deyil, rayonlarda 5-ə qədər olur. 5-ə qədər. Hə, 5-dən bəli. sonra Hətta 5-ə qədər. bəli, 5-ə qədər olur. Amma düzdür, qayda olaraq 6-ya qədər, 7-yə qədər bağçalar da var öz qayda qanunu ilə, amma rayonların əksəriyyətində 5-ə qədər olur bağçalar. Yəni müəllimlər, sizdə elədirsə, başqa bağçada da elə olduğunu düşünməyin. Bəzi bağçalar var ki, fərqli bir vaxtda açılır, fərqli bir vaxtda Bəli. bağlanır. Bunu nəzərdə Bəli. tutun. Amma Bəli, bəli. deyirəm Afət müəllimə, siz bir bağça müdirəsi olaraq düzgün yönləndirməlisiniz. Deməlisiniz ki, Yox. otur gözlə, valideynlə əlaqə saxla. O mütləq gəlib götürəcək də. Yəni başa düşürəm. Mən özüm də neçə ildir stajlı olan bir bağça müəlliməsiyəm. Mənim özüm də axşam smeninə qaldığım vaxtlar olur, görürəm də. Ki, həqiqətən də valideyn var ki, insan necə övladını yadından çıxarda bilər ki? Bax, sənin övladındır, sən onu yadından çıxarırsan. Amma həqiqətən də bu tipdə bir insanlar var. Müəllimə, əkində olurlar. Məsələn, kənd yeridir. Hamısı Ola bilər. Qadınlar Çox əziyyət, çox çox hə. vaxt yoldaşlarını göndərirlər ki, hə, get uşağı götür gəl. Mən bunu anlayıram. İndi müəllimə üzrlü hesab edin, o müdirəmizdir, o bizim elə ki, o müdirə kimi deyir də onu. İndi o əkindədir, öz işinin ardınca gedir. Bəs indi biz də körpə uşaq qoyuruq, evdə tələbəmiz olur, və az yaşlımız olur, biz də saatla işləyirik və biz də düzdür. Mən də müəlliməyəm, 17 il stajım var. Oturub 6-ya qədər də, mən də rayon yeri müəlliməsiyəm. Bir saat belə gecikdiyi axşam istimən olanda gözlədiyim uşaqlar var, amma heç bir zaman evə uşaq aparmamışam. Evə aparıb təhvil vermişəm. Valideynin evinə aparıb təhvil vermişəm. Evlərinə verirlər. Öz evimizə yox, öz Xeyr, evimizə ay xanım, siz məni səhv başa düşdünüz. Mən evlərinə evimə əlindən götürüb aparıb. yox, Yəni, Allah haqqı yox. Evlərinə həmin tərbiyəçi müəllim əllərindən tutub da O ola bilər. aparıb evlərinə təhvil verir. Onu etmişəm, dəfələrlə. Amma Dediyi oturub olar. gözləmişik də. Ancaq yəni indi valideyn də müəlliməni, onun yəni əvvəlində müəllimə dedi, Fidan müəllimə, mən belə valideynlə əyani surətdə qruplarda gün rejimi var. Valideynləri onlarla tanış etmək lazımdır. Valideyn bilməlidir 9 tamamda, yaxud 8 tamamda, 6-ya qədər bu iş rejimidir. Bu iş rejimindən sonra uşaqlar yəni qalmamalıdır. Müəlliməmiz dediyi kimi, valideynin hər ikisinin də tərbiyəçidən nömrəsi olmalıdır. Onun nömrəsi yoxdur, nənə babam hər halda portfoliyada olur. Bir əlaqə düzdür. Rayon yerlərində əlaqə saxlamaq özü olmur, qonşuya demək olur. Asan da olur. Bəli. Gözlədiyimiz də olur. Saatlarla, inanın, müəllimə, 1 bir saat belə sualım var. gözləmişik. Əgər bu hallar mütəmadi halda bəs baş verərsə, valideyn bir dəfə başa düşmədi, 2 dəfə başa düşmədi, hər dəfə bu müəllimə uşağı əlindən tutub valideynin evinə mi aparmalıdır? Yox, yox. Normalda rəhbərlik özü bu belə deyək, valideynlə özü əlaqə Tədbirini görür. tədbirini görməli. Artıq səlahiyyət rəhbərliyin boynunda. Bəli, bəli, bəli. Belə. Sonra üzü biz məsələn deməliyik ki, valideynlə əlaqə saxlayıb Artıq o iclas ciddiləşir də, yəni artıq mənimlə rəhbərlik danışırsa, deməli nəsə ciddi bir problem var ki, mənimlə artıq rəhbərlik danışır da. Bu çox Bəli, ağırdır. çox. Bu yəni ənənəvi olaraq gedən bir problemdir. Çox valideyn var ki, hə başa düşmür. Ola bilər, müəllimə, yəni o qədərinə də
İnsanlıqda hər birimiz bir-birimizi başa düşməliyik. Yəni biz də nə vaxtsa ki, hansısa bir dövrdə uşağımızı bağçaya da qoymuşuq, kimsə də gətirib bizim bağçamıza da qoyur. Elə bir hal da ola bilər ki, valideyn Olur müəllimə, olur. Yəni bir-birinə arxayın olur, ata-anaya Bəli. arxayın olur. Elə bir Ay, ünsiyyətdən dağa müəllimə, götürəcək. tanıyıram. Sonra yatıb qalanı olur, Bu da deyə probkada bilərlər. qalan olur. Yəni bu Bəli. şeyləri nəzərə alırıq. Şəhər Valla yerində elə ancaq valideynlər belədir ki, şəhər yerində hər kəs o qanı deyən kimi ki, məsələn, səhər saat 8-dən bizdə 6-ya qədərdir. Çox valideyn onda deyir ki, xeyr, əslində qaydada 7-dən 7-yədir. Sizin 7-yə qədər gözləmək borclusunuz. Yox, o borclu deyil də. Yəni artıq Hə. mənim bağçamın Belə cavab qayda verirlər. borcu var. Sənin iş rejimin nədirsə, onda deməlisən. Valideyn ona sənə əgər vaxt deyilsə, deməyə ixtiyarı yoxdur. İş rejimin neçə saatdır odur. Ondan artıq da deyə bilməz. Düzdür müəllimlər, düzdür. Bir də onu deyim ki, o biraz arada qaynadı. Əgər valideyn özü ürək yandırıb deyirsə ki, müəllim üzr istəyirəm müəllimə, 1 saat gecikəcəm. Yəni nə yoldaşım burada deyil, nə Bəli. özüm burada deyim. Zəhmət olmasa siz aparın evinizə. Çox xahiş edirəm. Olub Bəli, bəli. mənim də başıma gəlib. Uşağı Bəli. götürüb apara bilərsiniz öz evinizə. Yəni belə də ola bilər. Yəni Yalvarırlar da, yalvarırlar ki, sən Allah. qalın deyəndə bu da ola bilər. İnsanıq da ola bilər. Bakıdan da gələ bilər. Bu adamın işi də ola bilər. Bəlkə yoxlaması var, bəlkə təpəsinin üstündə Bəli. deyək, avtomatdan dayanıblar ki, hə, yox bir dəqiqə sən bu işi görməlisən, sonra işdən çıxmalısan. Ola bilər də, başa düşmək lazımdır bir-birimizi. Düzdür. Hər birinizin özünə məxsus fikirləri oldu. Çox gözəl bir mövzuya barmaq basdıq. Bunu hər müsahibə dərsində mən təkrar olaraq, bəlkə də qrupda keçən dərslərdə də olan müəllimlər olacaq. Müəllimə deyəcək ki, hə, bu dərs bu sualı təkrarladı, amma mən çalışıram ki, hər müsahibə dərsində ayrı-ayrı suallar verəm. Amma bəzi suallar var ki, müəllimlər təkrara salmaq istəyirəm ki, bəlkə o dərsdə qoşulmayan müəllimə oldu, bu dərsdə qoşulub, yeni nəsə öyrənsin, əlavə olunsun. Çox yaxşı. Bəli. Fikirlərinizin hər Bəli. birinə hörmətlə yanaşıram. Sonra başqa Bəli. sual. Onda bu sualın konkret, dəqiq cavabı, düzgün cavabı nə oldu məsələn? Buyurun Ola mən bilər. deyim. Əgər bu sualın konkret cavabı odur ki, birinci növbədə uşaq belə deyək, valideyn gəlib gec götürsə, valideynlə əlaqə saxlayırıq. Yox, valideyn telefonu açmır. Rəhbərliyə xəbər eləyirik. Rəhbərlikdən sonra portfolionun içərisindəki digər valideynin, nənənin, babamın telefon nömrəsinə zəng edirik. Onlara əlaqə saxlayırıq. Onlar Bəli. gəlib uşağı götürürlər. Yox, bu hal mütəmadi olaraq təkrarlanırsa artıq bu rəhbərliyin səlahiyyəti altındadır. Rəhbərlik valideynlə birə-bir söhbət aparır. Baxın, Ciddi, bu əsas bir belə deyək cavabıdır. ciddi yanaşma. Bəli. Sonra uşaq nə bağçada, nə də evdə yemək yemirsə və valideyn sizdən kömək istəyirsə, necə öyrədərsiniz? Necə deyərsiniz? Yəni ona necə yanaşardınız? Necə bir münasibət bəsləyərdiniz? Belə də açımda cümləni. Təkrar edirəm. Uşaq nə bağçada, nə evdə yemək yemirsə və valideyn sizdən kömək istəyirsə, buna necə yönləndirərsiniz? Kim deyər? Müəllimə, bir dənə sual verə bilərəm bu barədə. Buyurun. Deməli, bizdə bax belə elə uşaqlar gəlir, 2 dənə belə uşağımız olubdu. Deyir evdə də yemir. Amma bağçaya ki gəlir, bağçaya gələndə uşağın adicə yuvan çörək olur. Onu elə yeyir ki uşaq, elə yeyir ki belə şirin-şirin uşaqlarla ünsiyyətdə olan kimi başlayır onu yeməyə. Yəni bəzi görürsən ki, elə görsən evlərdə də olur. Görürsən ki, qonşunun uşağı gəlir məsəl üçün öz evində yeməyi yemir. Gedir qonşunun evində məsələn çox olur da, çox uşaqlı ailədə oturur. Bir də görsən burada 2 uşaq olur, amma orada 6 uşaq olur. Gedir o uşaqların içində inansanmı, dəfələrlə şahid olmuşam, mənim öz nəvələrim də elə olur. Həmin o evdə o uşaqlarla bir yerdə inan elə yeyir ki yeməyi. Heç deməzsən ki bu uşaq evdə yemək yemir. Bax elə bir şeylər vaxtında da Doğru olan var. bir şeydir əslində. Çünki Müəllimə əlavə Mən edə deyim. Hə, eləyin, əlavə eləyin. buyurun. Müəllimə, mən oyun vasitəsilə o uşağı alışdıraram yemək yeməyə. Bir gəlinciyi qoyaram qarşıma, uşağı da oturduraram, gəlinciyi də. Bir boş qabda gəlinciyin qabağına yemək qoyaram, bir boş qabda uşağın. Uşağa deyərəm ki, sən gəlinciyi yedizdir, mən də səni yedizdirim. O gəlinciyi yedizdirər, mən də onu yedizdirərəm, qəşəng də yeyər. Uşaqlarla ünsiyyət quranda da yeyir. Evdə tək qalır uşaqlar. Bəzən görsə, amma bağçaya Müəlliməmizin fikrinlə razıyam. İkinci danışan müəlliməmizin. Məsəl üçün yumurta verilibsə səhər yeməyində onu fiqurlara düzəldərəm. Uşağın marağına səbəb olsun deyə.
Müəllimi düz dedi, buyurdu. Gəlinciklə onları empatiya qura bilərik. Yəni uşağın marağına hər halda hər bir uşağın bir sevdiyi yemək, bir sevdiyi əşya nəsə olur. Tərbiyəçi valideyn birliyində, uşaq üçgənində bunu yaratsaq, uşaq yeyir. Bizim bax yaxınlarda bu il qəbulda bir uşağımız var idi. Hətta o verilən rejimdəki yeməyi valideyn evdən özü ona nəsə gətirirdi ki, biz eləyək. Məsələn, adi düyü gətirirdi ki, bunun qaynanmasını yeyir. Bu uşaq başqa heç nə yemir. Biz yəni onu öyrətdik. Bir gün nar dənələdim, qoydum, bir gün 2-3 dənə qoz aparırdım özüm evdən. Elə öyrətdik. İndi o bağçadakı yeməkləri belə yeyir. Çox Yatmağını da belə öyrənir. Yəni belə uşaqlar da olur. Burada niyə? Burada valideynlə bir əməkdaşlıq var da, elə Hə, mən elə deyirəm də, valideynlə əməkdaşlıq eləməlisən. Bütün uşaqların sevdiyi bir əşya, bir yemək mütləq də ola bilər. Heç bir uşaq hər bir şey, heç nə yemirəm deyə bir şey ola bilməz də. Yəni hər halda bir nədirsə sevdiyi bir şey olur. Bax, o uşaq bir dənə quru düyü yeyirdi, qaynanmış düyü. Ne diyeyim müəllimə? Bu sualın cavabını hər birinizdən mən qulaq astım da elədi. Psixoloji olaraq bir şeydir. Evdə yemək yeməyən uşaqlar bağçada digər yoldaşlarını görür, həvəslənirlər. Yəni biz bilirik də, bağça tərbiyəçisi bunu görür də. Müəllim valideyn gəlib ki, "Ay Allah, bu evdə heç çörək yemir, amma maşallah burada ikinci boşqabını yeyir." Belə də ola bilər. Amma Bəli, ümumi olaraq sualımızın cavabı nədir? Tərbiyəçi müəllimlər. Ümumiyyətlə hər birimiz tərbiyəçi müəllimik də burada. Valideynlər sizi bir pedaqoq olaraq görür. Gözündə bir pedaqoqsunuz. Sizdən məsləhətlər almaq istəyirlər ki, müəllim o uşaq yemək yemir, nə bağçada yemir, nə evdə yemir. Nə edə bilərik? Artıq biz məsləhət almaq istəyir də sizdən, bir pedaqoq olaraq sizdən məsləhət almaq istəyir. Nə edə Müəllimə bilərik? olar mən cavab verim. Buyurun Kəmal. Aha, çox sağ olun. Deməli mən əvvəl uşaq səbəbini öyrənərdim. Yəni uşaq niyə, nə vaxt başlayıb zəifləyib yeməyi, onu öyrənərdim səbəbini. Bəlkə allergiyası var, bəlkə yəni iştahı nəyə görə yoxdur, bəlkə problemi var. Yəni bağışlayın, mən biraz rus dilliyəm. Rus sektoruyam, ona görə biraz çətinlik çəkirəm. Deməli bəlkə problemi var səhhəti ilə. Ona görə yəni onları araşdırıb, valideynlə danışdıqdan onu araşdırıb, bilərəm səbəbini. Sonra yaxşı yeyən uşaqların yanında otuzduraram. Və belə bir oyun da təklif eləyə bilərəm. Yəni bu məsəl üçün şorba, seyirli şorbadır. Biz onu yesək, biz çox güclü olacağıq. Yəni belə bir motivasiya. Bəli. Belə deyək müəllimlər, nə etdik? Biz valideynlə əməkdaşlıq elədik. Məsəl üçün, valideynə məsləhət verə bilərsiniz ki, yeməyin porsiyalarını qısaldın biraz. Bəlkə də uşağın gözünə yemək çox görünür. Onu yemək istəmir. Porsiyaları qısaldanda, kiçildəndə artıq yemək də kiçiləcək. Deyəcək ki, bəli, mən bunu yeyə bilərəm. Mən bunu artıq qəbul edə bilərəm. Bəli, mən bunu bitirə bilərəm. Yoldaşlarım mənə gülməz. Axı biz bilmirik ki, o uşağın hansı bir situasiyadadır, onu niyə yemək istəmir. Sonra valideynə də tövsiyə edirik ki, bəli, biz burada porsiyasını kiçiltdik. Zəhmət olmasa siz də evdə həmin belə deyək, nümunə üzərindən gedin, siz də yeməklərini qısaldın, kiçildin. Yəni nəyisə məcbur etməyin, əsla heç bir formada uşağa məcbur etmək olmaz, məcbur heç bir şey yedizdirmək olmaz. Uşaqda bir travmatik nəsə qala bilər. Bunları nəzərə almaq lazımdır. Çox gözəl. Sonra başqa sual. Sonra bax, soruşulub ki, müsbət cəhətiniz nədir, mənfi cəhətiniz nədir? Kim deyər müəllimlər? Çox gözəl bir sualdır. Müsbət cəhətiniz nədir, mənfi cəhətiniz nədir? Arzu Allah verdiyeva. Aha. Kim deyər? Başqa. Ülfət müəllimə deyərsiniz? Salam müəllimə, axşamınız xeyir. Axşamınız xeyir olsun Arzu müəllimə. Demək istəyirsinizsə buyurun əzizim. Deyə bilərəm. Müsbət cəhətim yəni odur ki, belə deyərdim ki, yəni çox qayğıkeşəm, çox məsuliyyətliyəm, həddindən artıq məsuliyyətliyəm. Bir şey, yəni başladımsa onu mən mütləq yerinə yetirməliyəm. Hər necə olursa olsun, onu heç vaxt yarımçıq qoya bilmərəm. Həddindən artıq qayğıkeşəm, amma mənfi cəhətim odur ki, biraz özümə az diqqət ayırıram, özümə elə bil az vaxt ayırıram. Onu biraz özümdə mənfi cəhət kimi görürəm.
belə deyək, müsbət cəhətdə mən inanıram ki, hamı müsbət cəhətini yaxşı deyə bilər. Məsəl üçün, mən qayğıkeşəm, mən məsuliyyətliyəm, mən nə bilim, uşaqları çox sevirəm, bu mənim müsbət cəhətimdir. Amma mənfi cəhət elə olmalıdır müəllimlər, hər birinizə aiddir ki, hər belə deyək, müsahibə dərsində verdiyim nümunələrdəndir bu. Niyə görə hər dəfə deyirəm? Yenə də deyirəm. Bəlkə elə müəllimə var ki, keçən dərsdə iştirak etməyib, indi iştirak edir. Mənfi cəhətiniz əzizlərim elə olmalıdır ki, çalışın, komissiya üzvləri bunu mənfi olaraq deyil də müsbət olaraq algılasınlar. Məsəl üçün, mənim mənfi cəhətim ondan ibarətdir ki, mən çox inadkaram. Həddən artıq istəyirəm ki, bu işi yaxşı görüm, bu işi daha tez görüm, istədiyim işə daha tez nail olum. Mənə görə bu Mən mənfi diləyəm. Bax, cəhətdir. mən diləyəm. Bəli, bunu mütləq formada. Axı bu bildiyiniz kimi elə də o qədər də mənfi cəhət deyil. Yəni bunu müsbət olaraq da algılaya bilərlər də, onlar onu müsbət olaraq da başa düşə bilərlər. Ona görə elə bir mənfi cəhət demək lazımdır ki, o tamamilə mənfi olaraq başa düşülməsin. Müəllimə var ki, keçən dərslərdə soruşdum, qayıtdı dedi ki mənə, müəllimə, mənim mənfi cəhətim vaxt belə deyək, vaxtı düzgün qura bilmirəm, vaxt çatışmamazlığıdır. Bağça mühitində əsla demək olmaz. Baxın, vaxt ən mühüm, belə deyək, faktorlardan biridir bağça mühitində. Niyə? Çünki bizə 21-25 dəqiqə məşğələ müddəti verirlər. 15 dəqiqə məşğələ müddəti verirlər. Biz bu 15 dəqiqəni vaxt çatdıra bilməyəcəksə, necə uşaqlara məşğələ keçəcəyik? Əsla formada bu tipdir demək olmaz. Sizin də belə deyək, mənfi xüsusiyyətiniz o qədər də yaxşı bir şeydir. Deyirsiniz ki, özümə vaxt ayıra bilmirəm. Çünki həqiqətən də müəllimin daxili, xarici görünüşünə də diqqət yetirirlər. Xarici görünüşünün də önəmi var müsahibədə. Yəni bunu deməyin, çalışın. Deyin ki, inadkaram, ağlıma qoyduğumu istəyirəm ki, tez bir müddətdə edeyim və yaxud başqa kimi bu tipli mənfi xüsusiyyətləri vurğulaya bilərsiniz. Bu cür fikir necə olar Fidan müəllimə ki, bağçanın işin, yəni məşğələlərə hazırlaşmaq mənasında, əl işləridir. Məsələn, sabahki bir məşğələyə hazırlaşmaq üçün bağçanın işini evə aparmaq. Bu olar. İşimi evə daşıyıram, bunu da deyə Evimi bilərsiniz. işini bağçaya daşımaq olmur, ancaq bağçanın işini evə daşımaq. Həqiqətən də elə ola bilər. Bunu da deyə bilərsiniz. Axı bu mənfi xüsusiyyət kimi də yox, müsbət kimi də algılanır. Bunu da deyə bilərsiniz. Çox gözəldir. Mən də deyə bilərəm. Buyurun, öz mənfi xüsusiyyətinizi vurğulaya bilərsiniz. O biri yoldaşlarımıza da örnək olsun. Mənim mənfi xüsusiyyətim doğrudan da elədir, ha, paxılam. Nə mənada paxılam? İstəmirəm ki, mənim məşğələmdən yüksək kiminsə məşğələsi keçsin. Və yaxud da məndən çox kimsə daha çox təlimdə iştirak eləsin. Müsbət xüsusiyyətim də odur ki, doğrudan da elədir. Yeniliyə daima açığam. Harda seminar görürəm, webinar O görürəm, rəqabətdir. mən qaçıram ora. Yox, rəqabət deyil. Rəqabət deyil. Yəni Müəllim, istəmirəm sağlam ki, rəqabət deyil. mən Onun adını kimdənsə paxıl geridə deməyin. qalım. Kimdənsə Mənim geridə baxsam onun qalım, adını qəbul paxıl eləmirəm. deməzsiniz də, paxıl deməzsiniz. Sağlam rəqabət deyərsiniz. Paxıl desəz, müsahibə Paxılam. müəllimə. O barədə Əslində paxılam. müəllimə neynədik? Müəllimlər, burada bir fərq Sağlam var. rəqabət aparmaq deməkdir o. Düzdür. Bunu biz belə qəbul edirik. Axı müəllimə neynədi? Sizin mənfi xüsusiyyətinizdə də birinci olaraq mən də biraz qəribə gəldi. Mənim də gülmək gəldi. Amma nə dedi? Paxılam. Amma davamın gətirdi nəyə görə paxılam. Baxın bunu Müəllimə, doğrudur da. Əslində mən də çox deyə gözəldir. bilərəm. Buyurun Afət müəllimə. Tapmaca kimi verdim, Müəllimə, bax, açmasını Əla verdim. dediniz müəllimə, deyə bilərsiniz. müəllimə, belə deyək də, məndə də bir xüsusiyyət var. Mən ümumiyyətcə, məsəl üçün, bir paltar geyinirəm də, görürəm ki, bir başqa adamın altında, əynində bu paltarı gördüm. Baxıram ki, o onda ucu elə pis görükür ki, Yox, o ay Allah, həmən dəqiqə. Həmən dəqiqə gəlirəm. Surətdə bunu deməyin. O paltarı ki, daha daha geyinmirəm əynimə. Demək, bu məndə də belə durur da, yəqin ki. Yox, Bax, belədir. bunu qəti demək olmaz. Amma bayaq nəzakət müəllimi idi, səhv etmirəmsə. Onun dediyi həqiqətən də yaxşıdır. Mən istəmirəm ki, məndən irəlidə kimsə olsun. Mən istəyirəm ki, ən yaxşını. Bu rəqabətdir, sağlam rəqabət. Sağlam rəqabət də belə deyək, düzgün çıxmır. Amma paxıllıq mənasında düzdür. Çünki həqiqətən paxıllığa gəlir ki, heç kim məndən irəlidə olsun istəmir də. Yəni istəyir ki, həmişə mən yaxşı olum. Əla. Bəli, mənfisini dedim, sonra açmasını verdim. Mən başa düşdüm ki, nə demək istəyirsiniz. Düşünülmüş bir cavabdır. Komissiya üzvləri də eyni qaydada mən fikirləşəni fikirləşəcək. Deyəcəklər ki, həqiqətən də müəllimə bu sual üzərindən fikirləşib və gözəl bir cavab verdi bizə. Mənim də elə müəlliməm var, müəllimə, sizi kimi. İstəyir ki, bütün işlərinin ondan, yəni irəlidə olan olmasın. Yəni bir sual verim sizə.
Eee, Ola bilər ki, bir onu da deyim ki, müəllimlər, metodikadan çalışın ki, hər suala cavab verəsiniz. Çünki metodikadan verilən suallar önəm daşıyır. Onlar üçün çox önəmlidir komissiya üzvləri üçün. Bir də bir var ki, müəllimlər, bir də dünya görüşündən verən suallar. Bu da dünya görüşündən o qədər də önəm daşımır. Yəni sizi dünya görüşündən bilmədiyinizə görə kəsməyəcəklər. Bunu da yadınızda saxlayın. Bir də belə bir şey var ki, ola bilər ki, biz insanıq da, robot deyilik ki, ChatGPT deyilik ki, hər verilən suala cavab verək biz ona. Verə bilmədiyi cavabı necə cavab verəcəyik müəllimlər? Bunu da deyək. Əgər müəllimlər yadınızda saxlayın, bir suala ki, cavab verə bilməyəcəksinizsə, bilmirsinizsə ki, hə, mənə verdilər komissiya üzvləri ki, məsəl üçün, Afrika nə vaxt, belə deyək, yaradılıb? Misal olaraq deyirəm, Amerika nə vaxt, belə deyək, yaradılıb? Mən bunu bilmirəm. Belə də bir hətta mən özüm olaraq da bunu bilmirəm. Necə edə bilərik? Çox gözəl bir sualdır, yadınızda saxlayın. Çox gözəl bir sualdır. Bu sualı verdiyinizə görə siz dəyərli komissiya üzvlərinə təşəkkür edirəm. Hal-hazırda bu sualın cavabı məndə yoxdur. Əmin ola bilərsiniz ki, burdan çıxandan sonra bu sualın cavabını tapacağam. Neylədim? Bunu belə deyək, bir fənd üzərindən özümdən uzaqlaşdırdım. Bildirdim ki, həqiqətən də təşəkkür edirəm verdiyiniz suala görə, amma bu sualın cavabı məndə yoxdur. Burdan çıxandan sonra mən bu sualın cavabını verəcəm. Nəzakətlə bilmədiyimi bildirdim. Baxın, bu tipli bəzi fəndlər var ki, işlədərək, bəzi xüsusi, diqqət yetirməli olduğumuz məqamlar var ki, bunlara diqqət yetirərək həqiqətən də bilmədiyimiz sualda belə müsbət formada biz özümüzdən uzaqlaşdıra bilərik. Bir də nəzərinizə çatdırmaq istədiyim, artıq, saatımız tamam olur. Bilmirəm nə vaxt indi Zoom atacaq bizə. Onu nəzərinizə çatdırmaq istəyirəm ki, ola bilər ki, sizin belə deyim də müəllimlər, Eee, öz qiymətləndirmənizi, özünüzə qoyduğunuz qiymətləndirməni, belə deyək, yoxlamaq məqsədilə də verilən suallar ola bilər ki, məsəl üçün, uşaqlar sizə qulaq asmırsa nə edərsiniz və yaxud da uşaq gözünüzdən yayınsa nə edərsiniz, uşaq bir-birini dişləsə nə edərsiniz? Baxın, bu tipli verilən suallar var ha, yadınızda saxlayın. Bu tipli verilən suallar, əziz müəllimlər, bunlar sizin özünüzə olan güvəninizi yoxlamaq məqsədilə verilən suallardır. Necə? Bu sualların cavabları birbaşa olaraq birinci nə olmalıdır? Birinci olmalıdır ki, müəllimlər, Öncədən tədbirimi görərəm də. öncədən tədbir yox. Mən elə məşğələ keçərəm ki, özgüvənlə cavab verirsiniz. Mən elə məşğələ keçərəm ki, uşaq başqa şeyə diqqət yetirməz. Mənim Bəli. məşğələlərim maraqlı olar, mənim məşğələlərim uşaqların diqqətini cəlb edər, uşaqlar bir-birlərinin barmaqlarını gözünə soxmağa diqqət yetirməzlər, ağlamazlar, qışqırmazlar, gözündən yayınmazlar, hamısı məşğələnin içərisində olarlar və məşğələyə maraq göstərərlər. Və daha sonra ələxüsus, axı sizə bu sualı veriblər. Axı sizə bu sualı veriblər ki, sizdən cavabını alsınlar. Özgüvənli bir cavab verdiniz, ələxüsusda ki, belə bir hadisə baş verdi. Məsəl üçün, 2 uşaq bir-birini dişlədi. Uşaqları sakitləşdirərəm, onlarla söhbət apararam ki, bu hadisə olmamalıdır. Adam yoldaşını, bəs dişləməz, olmaz, sən onu incidirsən. Baxın, bu tipli sözlər işlədə bilərsiniz. Yenə də deyirəm, baxın, bu xırda nüanslara diqqət yetirərək müsahibədən kəsilmə ehtimalınız ola bilməz ki, şükür Allaha ki, mən hansı müəllimlərimi ki, müsahibəyə göndərdim, onlardan hələ bir dənəsi belə mənfi geri dönüşlə qayıtmayıb. Hamısı şükür Allaha keçib, işlərdə təmin olunublar ki, statuslarımı da paylaşıram, hamısını part-apart. Belə əziz müəllimlər, sertifikasiyaya hazırlaşan müəllimlər də var aramızda. Sertifikasiyaya Bəli. aid olan dərsimiz sabah olacaq. İnşallah sabah saat 20:00-da, belə deyək, bədii təfəkkür məşğələsinin təşkili metodikasının izahı olacaq. Ödənişsiz olaraq keçdiyimiz bir dərsdir, amma ödənişli qruplarımıza qoşulmaq istəyirsinizsə, həqiqətən də fürsət qruplarımız açılıb ki, canla başla hazırlaşdırdığım qruplarım var ki, istəyirəm ki, həqiqətən uğurlu bir formada mənə qayıtsınlar, uğurlu bir geri dönüş alsınlar mənimlə. Müəllimə, ödəniş nə qədərdir? Bir dənə onu bilmək olar. Deyək müəllimlər, kollektiv formada gəlirlərsə 35 ümumi olaraq tək nəfərim 35 azında, amma kollektiv formada kim ki qoşulmaq istəyir 30 manata endiririk, kollektiv olaraq hazırlaşdırırıq. Yəni istədiyiniz formada. Sən də qoşarsınız da. Yox, Məni xahiş edirəm müəllimə, nömrəm var qruplarda. Yaxşı. Nömrəmi əlavə edin. Nömrələrimi hər yerdə var. Onlara yazın. Sizi yanvar qrupuna əlavə edin. Yaxşı. Çox sağ olun əzizim. Baxın, burada kim var? Ayna müəllimə var burada. Ayna müəllimə mənim müdavimimdir canım. Əziz müdavimlərimdən biridir. Var olasın. Ya müəllimə, sizə bir sualım var. Buyurun. Bu ikinci mərhələ olacaq. Təxminən nə vaxta gözlənilir?
Dərsin əvvəlində mən bu haqda məlumat vermişdim müəllimlərə. Yenə də siz Mən sual vermisiniz. Aha. İstəmirəm sizin geri dönüş sualım. Keçən illərə istinadən deyə bilərik ki, yaxın müddətdə olacaq. Vakansiya varsa rayonunuzda, əmin ola bilərsiniz ki, ən tez sizlərdə olacaq, o regionlarda olacaq. Çünki vakansiyanı əsla boş qoymaq istəmirlər. Amma yenə də deyirəm, keçən il nətər olmuşdu? Birinci tam olmuşdu, sonra nə oldu? Bir aydan sonra ikinci tura açdılar. Yenə də elə olmağını gözləyirik. Yəni olacaq. Olmamaq ehtimalı yoxdur, olacaq. Amma gec-tezi var. Kurslarda ikinci mərhələ Yəni yaxşı formada hazırlaşın, rəqibləriniz güclü və rəqibləriniz çoxdur. Yaxşı formada, tam formada hazırlaşın. Eyni qaydada müsahibə dərslərimiz yanvar qrupunda açılacaq. Sertifikasiya dərslərimiz, sertifikasiya və MİQ dərslərimiz də yanvar formada açılacaq. Qruplarımız yığılır müəllimlər. Kimlər ki qoşulmaq istəyir, Telegramdan da mənə yaza bilərlər, WhatsAppdan da yaza bilərlər. Dərsimizin kaydını YouTube-a da atacağam. Təkrar olaraq izləyə də bilərsiniz. Bu qədər əzizlərim. Allah amanında olun. Müəllimə, bir sual vermək olar müəllimə qurtarmamış. Buyurun. Bizim müdürlərin sertifikasiyası nə vaxtdır belə bilirsinizmi? Yəni dəqiq məlumat. Müdürlərin sertifikasiyası isə ikinci olacaq. Belə deyim də, birinci sertifikasiya tərbiyəçiləri olacaq, sonra müdürlər olacaq. O da 2026-nın sonlarına doğru təxmini olaraq gözlənilir. İnşallah, inşallah. Yəni, indi bu yanvarda açdığınız müsahibə mərhələsi, yəni ikinci turlar üçün biz o çatdıra biləcəyik? Yəni bəlkə yanvar ayında oldu elə. Belə deyim müəllimə, əgər ki gördük ki tez oldu, biz də sürətlənirik. Yəni sürətli formada dərslərimizi keçirik. Yəni ola bilər sona uyğun olaraq tam çatdırırıq. O həftədə 3 dənə dərsimizdir. Müsahibələr üçün həftədə 3 dənə dərsimizdir. Müsahibələrə istinadən mən demək olar ki, hazırlaşmışdım. Sadəcə sonradan məlum oldu ki, ancaq bu birinci mərhələdə 40 pluslar iştirak edəcək. İndi də yəqin ki, bu yenidən indi hal-hazırdakı işlədiyimiz bu dekabr müsahibə sualları da əlavə olunacaq da onlara. Əlbəttə ki, yəni nələr işləyiriksə, hansı suallar düşürsə, onlar yenilənir. Onu müəllimlər, birinci məsəl üçün sentyabr ayında qoşuldusa, noyabrda belə deyim də sentyabrda düşmədi də, səhv etmirəmsə noyabrdan başladı. Oktyabrda mı başladı müsahibələr? Yox, sentyabrdan başladı, üzr istəyin. Orada verdiyimiz test, daha doğrusu suallarla indiki suallar eyni deyil. Çünki nə qədərini suallar verildi. Biz PDF-lərimizi yenilədik, PDF-lərimiz üzərinə PDF-lər əlavə elədik. Artıq dəyişdi də, PDF-lər də dəyişdi, suallar da dəyişdi. Biz onda sentyabr ayında keçən ilin sualları ilə hazırlaşırdıqsa, indi hazırlaşırıq bu ilin sualları. Məsəl üçün, Aynə müəllimə burdadır da. Bəli, Emin Yaşarlı. Aynə müəllimə mənim üçüncü səfərdir ki, mənimlə eyni belə deyək, müsahibəyə hazırlaşır. Amma bizim müsahibə hazırlığımız 1 ay olur, amma təkrar olaraq hazırlaşır bizdə. Niyə? Çünki yenilənən sualları təkrar olaraq işləmək istəyir. O qədər həmin formada hazırlaşan müəllimlərimiz var ki, təkrar olaraq istəyir ki, mən yeni sualları təkrar olaraq sizinlə hazırlaşmaq istəyirəm. Ona görə ona deyirəm müəllimə, sentyabrda hazırlaşmısınızsa, orada verilən suallar artıq bitdi. Dekabrın sualları oldu, noyabrın sualları oldu, oktyabrın sualları oldu. Görün nə qədər suallar əlavə olundu. Belə. Çox danışdım, üzrlü sayın. Başınızı ağrıtdımsa, yenə də deyirəm, qruplara qoşulmaq istəyirsinizsə fürsətdir, indirimli fürsətimiz daha. Gələn aydan belə olmayacaq. Yeni ilə əlaqədar olaraq kursumuz müəllimlərə belə deyək, şamil edir bu fürsətləri. Nömrəm budur, nömrəm qruplarda da var, yaza bilərsiniz. Bu qədər müəllimlər, Allah amanında olun. Sabah Sağ olun əzizim.